Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti sakinlərin ən çox şikayət etdiyi problemlərdən birinə çevrilib. Aktual gündəm verilişində də bu məsələyə toxunulub. Daş karxanaları var ki, burada daşı kəsmək üçün müxtəlif mişarlardan istifadə edirlər. Bu mişarlar da eni hardasa 5-8 millimetr olur və kəsmə zamanı böyük orada deməli toz yığıntısı yaranır. Verilişdə ekoloq Sadiq Həsənov tozun miqdarının artmasına səbəb kimi həm də daş karxanalarda istifadə olunan köhnə avadanlıqları göstərib. Hər yerində tikinti gedir də, biz burada deyək ki, hər yanda tikirlər. Sırağa gün rayondan şəhərə qayıdırdıq. Yəni Ələtdən üzübəri Bakı toz dumanı içərisində görsənmirdi. Səhralıq ərazisi geniş olan yerlərdə belə hadisələr çox müşahidə olunur və onlardan bizə külək vasitəsindən gələ bilir. Tikintidən də olur. Bir də görürsən vəhşi havada var o toz. Deyirlər güya başqa ölkələrdən gəlir. Başqa ölkələrdən, İrandan zaten bizə görsən gəlir, dənizin üstündən toz dumanı, Qaradağ zatlarından. Ekoloq Sadiq Həsənovun sözlərinə görə daş karxanalarında köhnə mişarlardan istifadə narın tozların yaranmasına və ətrafa yayılmasına səbəb olur. Eyni zamanda tikinti sahələrində müvafiq qaydalara əməl olunmaması bu cür problemlərə yol açır. Qaradağ rayonunda, Güzdəkdə, Qızıldaş kəndi ərazisində, sonra Zirədə, Türkanda, Qızılqaya deyilən ərazilərdə, Bakının yəni bir çox yerlərində, həm şimalda, həm cənubda, qərbdə daş karxanaları fəaliyyət göstərir və uzun illər ərzində bu daş karxanalarında kubik daşların kəsilməsi və satışı həyata keçirilir. Kəsmək üçün mişarlardan istifadə olunur. Bu ənənəvi qədim daş kəsən mişarlardır və bu mişarlar kəsən zaman hardasa 5 mm-dən 8 mm-ə qədər ara məsafəsi boyunca kəsirlər. Yəni ara yaranır o mişarın dişinin kəsmə ölçüsü. Və bu zaman həmin o toz, narın toz yaranır. Bakı şəhərinin mərkəzində aparılan tikililər adətən ətraf bağlanır, ictimaiyyətdən tədbir olunur, yollar bağlanır və qapalı yerlərdə aparılır və o zaman o qədər də orada toz yaranmır. Ancaq digər sahələrdə, deməli şəhərdən biraz kənarda aparılan tikinti sahələrində bu qaydalara o qədər riayət olunmur və o istifadə olunan daş, istifadə olunan qum, sement çox vaxt açıq yığılır və bu istənilən bir küləkli havada onların ətraf mühitə yayılması və mühüm bir toz təbəqəsi yaratmasına əsas təsir edən amillərdən biri olur. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, son dövrlər Bakıda müşahidə olunan tozlanmanın mənbəyi yalnız daş karxanaları və tikinti sahələri deyil, küləkli hava şəraitində torpaq və digər açıq səthlərdən qalxan toz hissəcikləri, eləcə də hava axınları ilə ölkə ərazisinə daxil olan transsərhəd toz kütlələri də atmosfer havasında tozun miqdarının artmasına təsir göstərir. Daş karxanalarında və tikinti sahələrində ekoloji tələblərə əməl olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən mütəmadi monitorinqlər, eyni zamanda nəzarət tədbirləri həyata keçirilir. Bəs tikinti sahəsində normativ qaydalara əməl etməyən, ekologiyanın çirklənməsinə səbəb olanları qanunla hansı cəza gözləyir? İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 300 manatdan 700 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 4000 manata qədər, hüquqi şəxslər 7500 manatdan 10000 manata qədər cərimə oluna bilərlər. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 236-cı maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulmasına görə vəzifəli şəxslər 2000 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 7500 manatdan 10000 manata qədər cərimə oluna bilərlər. Toz hissəciklər əlbəttə ki, ilk növbədə tənəffüs sisteminə mənfi təsir göstərir. Burun boğazın sehli qiyşasını qıcıqlandıraraq öskürmə, aksırma, nəfəs tutulması, boğazda, yuxarı tənəffüs yollarında yanma hissiyatı yaradır. Lap kiçik xırda hissəciklər ki var, onlar da ağız yaralı verirlər vasitəsilə, hətta qan dövranına keçərək digər orqanlarda mənfi təsir göstərə bilirlər. Qeyd edək ki, ekoloqlar beynəlxalq təcrübədə bu cür problemlərin qarşısını almaq üçün meşə zolaqları və yaşıllıq ərazilərinin artırılmasına üstünlük verildiyini bildirirlər.